Herkesin həyatında bir neçə sayda öyrədən olur. Biz bu podkastı hazırlayarkən həyatımızda öyrətməyə davam edənlərlə podkastımızı irəlilədəcəyik. Yəni ki, hər bir podkastımızda, hər bir müzakirəmizdə bir öyrədənlə söhbət aparacağıq ki, öyrənmək bilirik ki, daimi bir işdir. Hər yaşda öyrənmək lazımdır. Bugün isə bizim sevimli öyrədənimizlə Aysel xanımla bərabərik. Biz Aysel xanımı metodist kimi və pedaqoq kimi tanıyırıq. Hansı ki, hər bir valideyn tərəfindən sevilir və rəğbətlə qarşılanır işləri. Bugün istəyərdim ki, Aysel xanım özünüzü bizə təqdim edəsiniz. Biz sizi çox gözəl tanıyırıq, amma sizi ilk dəfə izləyənlər sizi necə tanısın, necə eşitmək istəyirsiniz, özünüzü necə görürsünüz, onu istəyərdik ki, siz özünüzü təqdim edəsiniz. Xoş gördük hər birinizi. Hər ikinizi Azərbaycanda öz sözünü demiş, təhsillə bağlı və sonu sən imzalı layihələrdən tanıyıram. Çox da bəyənirəm və Azərbaycan təhsil sisteminə bir imzanızın olduğunu düşünürəm. Və əminəm ki, bu buraxılışlarda da hər bir dinləyici öz payını götürəcək. Dəvət üçün təşəkkür edirəm. Mən Aysel Arastun qızı, təlimçi, metodist və 2 uşaq anası. Aysel xanım, xoş gəlmişsiniz təkrardan. Bizlə bağlı söylədiyiniz fikirlərdə hisslərimiz və fikirlərimiz qarşılıqlıdır. Siz qeyd edədiniz ki, özünüzü təqdim edəndə 2 uşaq anası, valideynsiniz. Müasir dönəmdə biz bilirik ki, ümumiyyətlə hamı hər şeyin idealını axtarırıq da, hər bir şeydə ideallığı axtarırıq. Bu valideynlikdə də belədir. Müasir ana modeli var, müasir valideyn modeli var və ideal valideyn biz hamımız bunu deyirik. Mən ideal valideynəmmi? Suallar budur. Mən sizdən soruşmaq istəyirəm ki, məncə ən düzgün yanaşmanı siz verərsiniz buna ki, ideal valideyn hal-hazırda kimdir və siz özünüz ideal valideynsinizmi? İdeal valideyn açığı tanımıram, özümdə olmaq istəmirəm. Çünki bir insan ideal olmaq axtarışında olanda gerçək hisslərini boğur. Ölkəmizdə o qədər mən yoruldum deməyə utanan analar var ki, biz necə ideallığı müzakirə edə bilərik. Amma ideal valideyn yox, ideal uşaq inkişafındakı cümlələri qura bilərəm sizə. Hansı ki, istəyərdim ki, hər bir valideyn bilsin ki, onlar övladlarına tək uşaqlıq vermirlər. Ömrü boyu susmayan bir iç səsi verirlər. Bunu vaxtında bilsə ana və həmin vaxtı sadəcə baxsa övladına ki, övladı onun yanında olanda gülə bilirmi? Özünü dəyərli hiss edə bilirmi? Xoşbəxtimi? Demək ki, kifayət qədər yaxşı bir valideyndir. Və bu hisslər tək uşağa aid deyil, bu hisslər valideynə də aiddir. Yəni, valideyn çalışmamalıdır ki, övladım xoşbəxtdirmi, övladım dəyərlidirmi? Bu qarşılıqlı yaşanmalıdır. Ana ilə övlad bir yerdə zaman keçirdəndə bilməlidirlər ki, hər ikisi əylənə bilirlər, hər ikisi inkişaf edə bilirlər, hər ikisi səhv edə bilirlər. Nə qədər vacib bir cümlədir. Çünki biz də böyüdük və valideynlərimizi ideal deyil kimi xatırlamırıq. Biz münasibətdəki güvəni xatırlayırıq. Biz hansısa səhvimizi xatırlamırıq. O səhv anında bizə necə yanaşıldı, necə xitab edildi, nə cəzalar aldıq, cəza problemi dayandırdı mı, yoxsa yerini dəyişdi. Biz onları xatırlayırıq. Yəni, bugünün valideyni əgər bilsə ki, uşağı böyüyəcək və zamanı gələndə ana ilə, valideynlə, ata ilə bağlı düşüncələrində ancaq və ancaq cəzalandırıldığında da izahların verildiyini xatırlayacaq. Yəni, ana uşağı ilə savaşmamalıdır, eyni cəbhədə olmalıdır. Tək qüsurlarını axtarmalı deyil, güclərini də görməlidir, kəşf eləməlidir, üzə çıxartmalıdır. Çünki bir uşaq inkişafında özünə inam qədər vacib ikinci bir fikir yoxdur. Və bu özünə inam da heç bir təriflə əlaqəsi yoxdur, inanın. 20 illik təcrübəmə sabitdir. Heç bir özünə inam tərifdən başlamır. Gerçək, real münasibətdən, fərqindəlilikdən, dəyərli hiss etdirilməkdən başlayır və ananın tək sözü ilə yox, baxışıyla, ananın rol model olmasıyla, ananın problemlər qarşısındakı duruşuyla da formalaşır və öndə dediyim o iç səsinə çevrilir. Hansı ki, biz böyüyəndə onu susturmaq istəyirik, yoxsa o bizim həyatımızda mayak olur. Çox sağ olun.
Son zamanlar müəllimlərə çox yüklənirik. Ümumiyyətlə həm cəmiyyətdə, həm ümumiyyətlə müəllimlərə tətbiq olunan geyim, müəllimlərə valideynlər tərəfindən artıq belə deyim də, işini necə etməli olduqlarının göstərilməsi, sinifdə uşaqlar tərəfindən bəzi hadisələrdə birmənalı qarşılanmamaq, müəllimin tənqidini düzgün anlamamaq və s. Son zamanlar belə bir şey oldu. Müəllimə bir cərimə tətbiq olundu. Bəli. Sizcə bu tətbiq olunan cərimə ümumiyyətlə uşaqları qoruyurmu? Yaxşı sualdır Aygün xanım. Müəllimlərin səsini yüksəltməsindən danışırıq, amma müəllimlərin səsindəki yorğunluğu heç vaxt müzakirə etmirik. Biz bunu da normallaşdırdıq, müəllim səhvi. Amma biz müəllimin tək qalmasını normallaşdıra bilmərik. Çünki müəllim də yorulur açıqcası, müəllim də tükənir, amma vaxtı yoxdur. Zəng vurulur, təkrar sinifə girməlidir, davam etməlidir. Və müəllim uşağı hər an qoruyur. Sistem belədir. Müəllim uşağı hər an qorumalıdır. Təhlükəsizliyini qorumalıdır, psixologiyasını qorumalıdır, əqlini qorumalıdır, düzdür? Hər cür fiziki şiddətdən qorumalıdır. Amma bu qədər qorunmanın içində müəllim tək qalırsa, deməli sistem içdən çökür. Bu cərimə məncə problemi cəzalandırıb, heç bir davranışı korreksiya eləməyib. Çünki əgər eləsəydi, müəllimlər də narazı olmazdı. Məsələ budur ki, müəllimin tək qiyməti yaşamır illər boyu. Müəyyən vaxtdan sonra müəllimlərin bizə verdiyi dəyər, müəllimlərin bizə yanaşma şəkli, müəllimlərlə bizim aramızda olan o güvənli bağ yaşayır. Müəllim qiyməti bir dövrə qədərdir. Attestatda qiymətlər yazılır, bitdi. Məsələn, mən sizə desəm, ibtidai sinif müəlliminiz, amma necə biri desəm, Onun xasiyyəti, onun görünüşü, onun uşaqlara davranışı yadda qalır. Mənim uşaqlıq idealım idi. Yəni tək-tək nə gözəl, şansınız olub. Mən özümü müəlliməm, ibtidai sinif müəlliməm oxşatmışam. Və sizə deyim ki, bir vaxt çox nəsil yetişirdi ki, mən müəllim olacağam deyirdi böyüyəndə. Çünki müəllimlərdəki o gücü, Mən əzəməti. elə böyümüşəm. Mən həmişə müəllimlərimə aşiq bir şagird olmuşam və həmişə müəllimlərimə baxıb müəllimlərimdən ilham alaraq mən müəllim olacağam, mən öyrədən olacağam demişəm. Təəssüf ki, indi bu tip cəzalar müəllim tərəfindən deyil də bir tərəfli nəzərdə tutulmuş cəzalardır və problemi kökündən həll etməyə deyil də Yeni problemlər açmağa. Belə deyərdim, sadəcə yerini dəyişir problemlərin. Müəyyən dövrə qədər dayandırır, amma səbəbi həll etmir. Bu sadəcə bir nəticədir. Heç bir səbəb həll olunmur. Yenə uşaqların davranışındakı, yenə valideynlərin müəllimə olan münasibətindəki bu deformasiyaları kökündən həll edən bir cərimə üsulu deyil. Düzdür, qiyməti var 200 manat. Amma bir müəllimin o tükənməsinin qiymətini kim hesablaya bilər? Hansı rəqəmə sığar? Onu hesablayacaq bir meyar varmı? Yoxdur, bunu düşünmək lazımdır. Bir uşaqlarla çox tez-tez işləyən, ümumiyyətlə uşaqların həyatınızın uşaqlarla işləmək üzərindən quran birisi olaraq, həm də bir valideyn olaraq sizdən bir dəyərləndirmək istəyirəm ki, siz ümumiyyətlə necə hesab edirsiniz? Bir valideyn üçün ən çətini nədir? Valideyn üçün əslində çox valideynlər deyirlər ki, bizə qərarlar çətin gəlir. Qayda yaratmaq, qərarlar vermək ailə daxilində. Uşağa konkret demək ki, bax, bu qaydalarımız var evdə. Bu valideynlikdə ən çətin hesab olunandır. Uşaqlar o qaydalara riayət etmirlər və valideynlər düşünürlər ki, o dominant tərəflərini itirmiş olurlar. Amma əslində qayda yaratmaq deyil də, bir valideyn üçün ən çətin olan öz emosiyalarını idarə edə bilməməkdir. Valideynlərimiz qayda qurarkən belə öz yorğunluğunu və əsəblərini hesaba qatmamaqlarında çətinlik çəkirlər. Çünki normal bütün şərtlər altında qoyulan qaydalar birinci növbədə valideyn davamiyyəti ilə, valideynin o stressiz halı ilə, valideynin düzgün əhvalı ilə uzun ömürlü olmalıdır ki, uşaq bunun vərdiş olduğunun fərqinə varsın. Çox vaxt valideyn özü qoyduğu qərarda özü tutarsız olur, ən birinci onu özü pozur və belə olduğu halda da təbii ki, o düşünür ki, mənim qoyduğum qaydalar keçərsiz oldu və mən yaxşı valideyn deyiləm, mən zəif valideynəm. Valideyn zəif olanda nə edir? Qışqırır. Səsin tonu yüksələndə yox, sözün mənası dəyişəndə, yeni sözlər gələndə, yəni izahlar çox olanda iş kəsərli olur. Valideynlər bunu anlamalıdırlar ki, durmadan sürəkli uşaqlarıyla izahlı nitqə keçməlidirlər.
Hər situasiyanın izahı vardır. Biz daha konkret sözləri seçirik. Yox, olmaz, etmə, bacarmazsan, sənlik deyil, o etdi, sən bacarmadın tipli sözləri. Yəni davranışı yox, davranışın arxasındakı duyğunu görəndə valideynə heç nə çətinlik olmur. Qısaca deyim, qışqıran uşağı yox, qorxan uşağı da görmək lazımdır. Məncə valideynlər disiplinli valideyn, disiplinli dominant bir valideyn mi olsun, yoxsa anlayışlı bir valideyn mi olsun, bunların arasında qalır. Yəni düzgün model hansıdır özləri də bilmirlər ki, anlayışlı olmaqmı, uşaqla dost olaraqmı uşağı yetişdirmək, böyütmək, yoxsa disiplin daxilində, qayda-qanun daxilində uşağı böyütmək? Nərmin xanım çox düzgün vurğuladınız. Valideynlər məsuliyyəti yük olaraq görməməlidirlər. Əslində valideynə verilən məsuliyyət ona sükandır. Sükanı sənə vermişik deməkdir. Daha çox valideynlər şikayətçi kimi davranırlar. Yəni şikayət günümüzdə bizim bütün yorğunluğumuzu azaldırmış kimi görünür. Amma əslində məsuliyyət bizi inkişaf elətdirir. İndi valideyn özü seçsin. Yəni günün sonunda şikayət edib yükünü azalmağına mı inandırsın özünü, yorğunluğunu çıxmağına mı inandırsın özünü, yoxsa məsuliyyəti, disiplini öz həyat tərzinə keçirdib özünü inkişaf elətdirməlidir. Çünki disiplin hər mənada özünü inkişaf deməkdir. Heç bir disiplin əməksiz həyata keçmir. Hər disiplin vaxtla, əməklə, özünü tərbiyə ilə ölçüldüyünə görə bunun arxasında ciddi bir əmək yatır. Yəni ailədə valideyn modeli məncə valideynin özünü və övladını yaxşı tanımaqdan asılıdır. Yəni valideyn özünü və övladını yaxşı tanıyıb, ona uyğun məncə yanaşma inkişaf elətdirməlidir, fikirləşməlidir övladına qarşı. Razıyam Nərmin xanım və xüsusilə də altına xətt çəkmək istəyirəm, özünü yaxşı tanıyıb, Özünü, bəli. sonra ailəsinin, övladının, ətrafının fərqindəliyi yüksək olmalıdır bir ana, bir ata. Bu fərqindəlik yüksək olduqca artıq problemlər qarşısında bilirsiniz biz anaya yükləyə bilmərik. Hər bir valideyn individualdır. Xarakterlər fərqlidir, seçimlər fərqlidir. Biz hər bir valideynə sən anlayışlı ol, o sərhədini sala bilmərik. Zaten insanlığa verilən bir tələbdir bu anlayışlı olmaq. İnsanın özünə verilən bir tələbdir bu anlayışlı olmaq. Sən özünə qarşı anlayışlı olmalısan. Sən özünə qarşı güzəştçi olmalısan. Bunun analıqla nə əlaqəsi var ki? Bir insan, xüsusilə hələ bir qadın, bir xanım artıq dünyaya bir övlad gətiribsə, özündən bir nəslindən bir ardını gətiribsə də, əlbət ki, uşağının fərqindəliyinə fikir verməlidir, uşağının inkişafına fikir verməlidir, uşağının yanında olmalıdır. Yeri gələrsə də uşağını problemlə üzbəyüz qoymağı bacarmalıdır ki, onu özü olmadan da hansısa bir gələcək həyatına rahatlıqla verə bilsin. Yəni həyatın sonunda artıq biz bugünkü günü belə deyim, bir valideyn olaraq düşünürük ki, hər şeyimiz əladır. Biz xüsusilə də atalarımız düşünürlər ki, ən əla məktəbdə oxuturur uşaqlarımızı, ən əla geyimlərlə uşaqları geyindiririk. Bu qədər lüksun içində uşaq axtarır, atanı axtarır, atanın varlığını axtarır. Atanın imkanlarından yararlansa belə, atanın ona verdiyi öz dəyəri axtarır və bir ömür də axtaracaq. Çünki bu brend geyimlərin bir müddətdən sonra artıq sənin şəxsiyyətində bir rol olmayacaq. Sadəcə bir görüntü olaraq həyata qalacaq. Yeri gəlmişkən son zamanlar cəmiyyətimizdə və bizim də ətrafda gördüyümüz ailələrdə var ki, biz bayaqdan valideyn deyirik. Yəqin ki, bəzilərinin şüur altında ana səslənir, amma valideyn deyəndə biz atanı da nəzərdə tuturuq. Ümumiyyətlə, müxtəlif səbəblərdən bizdə indi ailələrdə ataların rolu valideyn kimi ikinci plana düşür sanki. Bu həm mövcudluğunu qoruyub saxlayan ailələrdə keçərlidir, həm də ki artıq boşanmış ailələrdə var ki, yenə də boşanandan sonra sanki uşaqların yükünü analar daha çox çəkir, atalar artıq 2 yox, hətta 3-cü, 4-cü plana düşür. Bunun səbəbi sizcə nədir? Bunun səbəbi xanımlardırmı, cəmiyyətimizdə mövcud sosial-iqtisadi problemlərdirmi, yoxsa ataların öz məsuliyyətsizliyidir? Aygün xanım, son dövrlərə baxanda artıq inkişaf var. Bilirsiniz ki, mən də illərdir ata valideyndir şüarını səsləndirirəm və irəliləyiş də görürəm. Uşaqların inkişafını çox yaxından izləyən valideynlər görürəm, atalar görürəm və bu bizi açıqcası sevindirir və mən gələcək ailə qurmağa hazırlaşan və yaxud da ana olmağa hazırlaşan bütün xanımlara buradan tövsiyə edirəm ki, uşaqların atalarını seçəndə ehtiyatlı olsunlar.
düzgün olsunlar. Çünki dünyaya gətirəcəkləri uşaq qədər o atalar vacibdir bu prosesin içində. Və düşünməsinlər ki, ana təkdir. Düşünməsinlər ki, ana ancaq fiziki bütün yüklər anaya aiddir. Ata heç də ikinci planda deyil. Ata nəinki uşağın inkişafında, ata ananın da həyatında birinci planda olan bir valideyndir, bir rol modeldir. Aysel xanım, siz əvvəldə müəllimin dəyərini qeyd elədiniz. Mən bunu da soruşmaq istəyirəm ki, bəs müəllimin sevmədiyi şagird ola bilər ümumiyyətlə? Yəni müəllimin belə bir haqqı var, hər hansısa bir sevmədiyi şagird olsun. Əlbəttə ola bilər Nərmin xanım. Nəticədə müəllim də insandır və müəllimin də hissləri var. Ona büruzə verə bilərmi bəs? Təbii ki, müəllimi sevmədiyi şagird ola bilər, amma şagirdin bundan xəbər ola bilməz. Yəni müəllim həmin onu vaxtda sistem işləməyəcək. Bəli. Amma sevmədiyi şagird ola bilər. İnsani olaraq sevmədiyi şagird ola bilər. Bəli, Amma sevmədiyi ola bilər. yanaşmada fərq Bilirsiniz, müəllim tək şagirdlə işləmir ki, müəllim burada peşəkarlığı ondan göstərilir ki, müəllim burada tək insanla işləmir, müəllim nəticə ilə də işləyir. Müəllim şagirdini özü sevməyə bilər, amma oradakı nəticəni sevə bilər. Müəllim istəyə bilər ki, mənim onun üzərindəki nəticələrim əla olmalıdır. Fərd olaraq şagirdini sevməyə bilər, qayət normaldır. Yəni əminəm ki, bir çox bizi dinləyən valideynlər, müəllimlər yəni buna haqq qazandıracaqlar. Müəllim şagirdini sevməyə bilər, amma şagirdin bundan heç vaxt xəbəri olmamalıdır. Məncə biz bəzən unuduruq ki, müəllimin insan olduğunu yansını unuduruq. Müəllimin insan olduğu, insani bəzi duyğulara sahib olduğu, bunu unuduruq. Əlbəttə ki, müəllim öz peşəsini icra edərkən öz duyğularını biraz arxa fonda qoymalıdır və əsas işinin gərəkdirdiyi nəticə onu eləməlidir. Amma müəllimin də məncə duyğuları ola bilər. Təbii ki, ola bilər. Yox, var zaten. Hər bir müəllimin bir çöldə pis xəbər alıb sinifə girdiyini şahid olmuşuq. Amma müəllim tamamilə özünü elə adekvat bir şəkildə aparıb ki, sinifə heç nə hiss elətdirməsin. Amma olduqca da pis bir xəbər alıb sinifə girən müəllimlər var. Yəni, bunu müxtəlif şəkillərdə hər bir müəllim həmin günü əhvalın olmaya bilər, evində xəstəsi ola bilər, narahatçılıq ola bilər, əhvalı heç bir səbəb olmadan dəyişə bilər. Yenə də deyirəm, bunun təlim prosesinə, pedaqoji prosesi aidiyyatı olmur sadəcə. Bir müəllimə verilən tələb də budur ki, onu elə idarə etməyi bacarsın ki, o duyğulardan kənarda geçsin o proses. O duyğulardan, ümumi duyğulardan yox. Müəllim dərs prosesində ən çox bilik, bacarıq, hiss ötürən bir subyektdir. Biz bayaqdan valideyn, müəllim, şagird üçlüyündən çox toxunduq ayrı-ayrı. Amma indi istəyirəm ki, onlara bir baxış ataq üçünə eyni anda ki, valideyn, müəllimə biz görürük də çox müdaxilələr olur bəzən. Sizcə bu müdaxilə nə qədər olmalıdır? O müdaxilənin də bir qədəri var. Onu necə, o qızıl ortada necə valideynlər saxlamalıdır? Valideynlə müəllim əməkdaşlıq etməlidir. Əməkdaşlıq müdaxilə deyil. Müdaxilə olduğu halda gərək müəllim bütün peşə fəaliyyətini dayandırıb özünü müdafiəyə keçsin. Özünü müdafiəyə ayırdığı hissi, əməyi, bax o vaxtı uşağın inkişafına versə, valideyn də razı qalar, müəllim də nəticəsini çox gözəl bir şəkildə vermiş olar. Təəssüf ki, günümüzdə valideynlərin əksəriyyəti məktəbdədir. Düzdür, məktəbə getməklə problemi həll edirlər. Amma uşaqda problemi həll etmə bacarığını məhv edirlər. Uşağa qoyun, öz uşaqlığını yaşasın. Uşağın yerinə yaşamayın. Uşaq həll etdikcə, inkişaf elədikcə, bilirsiniz, o hər bir problem uşaqda öz dəyər hissini formalaşdırır. Mən bacardım, mən həyata bir adım daha yaxınam. Məktəb əslində bu prosesdir, bu gedişatdır. Valideynlər müəllimlərin yerinə düşünəndə, müəllimlərin yerinə o dəyərləndirmələri edəndə, müəllim də orada, yəni, bir dənə buranı toparlayım. Valideynlər müəllimin yerinə hərəkət edəndə, müəllim də məcburdur ki, artıq valideynin hansısa bir işlərini, əski tərəflərini görsün sinifdə. Yaxşı olar ki, valideyn evində uşağının təlim və tərbiyəsini öz peşə bacarığına deyil də, öz valideyn bacarığına uyğun bir şəkildə o ölçüdə həyata keçirsin ki, onun sabahları uşağı sinifdə o müəllimin qabağında şagirddir. Uşağının şagird, uşağının uğurlu şagird olmağını istəyirsənsə, müəlliminlə rəqib deyil də eyni cəbhədən əməkdaşlıq edəcəksən. Çünki o sənin uşağının inkişafında ən birinci dərəcəli tərəfkeşdir. Dəyərli fikirləriniz üçün, maraqlı söhbətiniz üçün biz sizə təşəkkür edirik. Sizlə söhbət eləməyə həmişə olduğu kimi yenə də çox maraqlı idi və çox xoş idi. Təşəkkürlər.
Çox sağ olun Nərmin xanım, çox sağ olun Aygün xanım. Qarşılıqlıdır. Sevərək gəldim. Xeyirli olsun proqramınız. Təşəkkür Çox sağ edirik olun. bir daha. Ümid edirik ki, bugün də yenə də bizi izləyənlərə nəsə öyrədə bilmişik. Var olun, sağ olun ki, siz cəmiyyətimizə bu cür xidmət eləməyə davam edirsiniz. Sağ olun, qarşılıqlıdır. Təşəkkürlər.